5-ci dərs. İnsanların keçmişi ilə maraqlanın. Münasibət quracağınız, tanımaq məcburiyyətində olduğunuz insanların dəyərləndirilməsində ən önəmli qaynaqlardan biri onların keçmişidir. Sadə olmaqla yanaşı, çox önəmli məlumatlar ortaya çıxaran bu metod bir çox sahədə uğurla tətbiq edilir. Məsələn, ideolojik cinayət aləmində irəliləmək istəyən hər kəs istisnasız olaraq keçmişə yönəlik araşdırmaya tabe tutulardı. Yatdığı bütün həbsxanalardan böyüyüb boya başa çatdığı yerə qədər məktublar yazılıb, oğru ideyasını zədələyəcək bir qüsurunun olub-olmadığı araşdırılardı. Hal-hazırda Türkiyədə mövcud olan bankların müştəri keçmişi adlı ortaq bir bilgi bazası var. Hər bank kredit ödəməyən müştərilər haqqında bilgiləri ora daxil edir. Eyni müştəri başqa bir bankdan kredit almağa çalışdıqda keçmişi ortaya çıxarılır və beləcə bu müştərinin şərrinə qorunulmuş olur və ona kredit vermirlər. Yaxud hansısa ciddi firmaya işə girmək üçün müraciət edirsiniz. Təcrübəniz varmı? Bəli, var. Daha öncə çalışdığınız iş yerlərindən referans, xasiyyətnamə gətirməniz, keçmişinizin təmizliyini isbat etməyiniz lazımdır. Təbii ki, daha öncəki iş yerindən mənfi bir xüsusiyyətinizə görə ayrılmışsınızsa, sizə heç bir müəssisə müsbət referans verməyəcək. Həyatın bir çox sahəsində uğurla tətbiq edilən bu metod müsəlmanlar tərəfindən yetərincə dəyərləndirilmir. Halbuki dəyərləndirilməsi halında bir çox zərərli insanın ifşasına kömək edərdi. Məsələn, ən son Bakı səfərində Qaraçuxur məscidində 20 ildir tanıdığım bir insanı gördüm. Müsəlmanların malını yeməkdən 150 kilo olmuş bu ləyaqətsiz adam məsciddə zahid olaraq tanınır. Halbuki bu adamın keçmişi araşdırılsaydı, cahiliyyədə axırıncı adamlardan biri olduğu kimi, İslama gəldikdən sonra eyni tempdə davam etdiyi, 15 ildir peşəkar dilənçiliklə məşğul olduğu çox asanlıqla təsbit edilərdi. Yaxud ölkəmizdə at oynadan elm tələbələri sosial şəbəkədə belələrinin Suriyadakı filan şeyximiz belə deyərdi, biz əsərdə oxuduğumuz zaman şeyxlər belə deyərdi, məzmunlu danışıqlarına şahid ola bilərsiniz. Halbuki onların keçmişini araşdırsaz, onundan 9-unun heç əsərin qapısından keçmədiyini, elm almaq adı ilə getdiyi ölkələrdə ağıralıq etdiklərini, çayxanalarda vaxt öldürdüklərini, namaz qılmadıqlarını və bir çox münkəri açıq şəkildə işlədiklərini təsbit etmiş olarsınız. Hətta onların içində ümumiyyətlə şəri bir fakültədə dərs almadığı halda bu sahədə çörək olduğunun fərqinə varıb, özünü İslami elm tələbəsi kimi təqdim edənlər belə var. Bir sözlə, arxasınca getməyə niyyətləndiyiniz, münasibət qurduğunuz insanların keçmişini araşdırın, bilgi qaynağı olaraq dəyərləndirin.